Azərbaycanda az təminatlı əhalinin ünvanlı yardım alması ilə bağlı kriteriyalara dəyişiklik ediləcək. Bu barədə TED.az nazir Sahil Babayev məlumat verib. Onun sözlərinə görə artıq nazirlik bununla bağlı təkliflərini hazırlayaraq təqdim edib. Əsas dəyişikliklərdən biri krediti olan vətəndaşlara sosial yardım qadağasının aradan qaldırılmasıdır. Nazirin sözlərinə görə, əslində bu tələb məntiqlə doğru olsa da, araşdırmalar göstərib ki, kasıblar arasında kredit götürənlərin əksəriyyəti bunu çətin maddi vəziyyəti ilə əlaqədar edib. Araşdırdıq, gördük ki, bəziləri bunu çətin maddi vəziyyətinə görə edib, övladının müalicəsi və s. üçün. Bunu nəzərə alaraq, Nazirlik hökumətə təklif edib ki, bu qayda dəyişdirilsin. Çünki əslində kredit gəlir deyil, onu qaytarmaq lazımdır. Amma Sahil Babayevin sözlərinə görə bu yeniliklərdən sui-istifadə hallarının olub-olmaması araşdırılacaq. Kimsə gedib iPhone almaq üçün kredit götürürsə, biz ona güzəşt etməli deyilik. O az təminatlı ailə kimi dövlətdən pul almalı deyil. Nazirlik deyib ki, artıq belə təbəqələrin sosial yardım ala bilməsi ilə bağlı tələblərdən biri aradan qaldırılıb. Bu pay torpağı alanlara da aiddir. Əvvəllər pay torpağı alanlar sosial yardım almaq üçün həmin torpağa görə çıxarış da almalı idilər. Amma yanvarın 28-dən bu tələb aradan qaldırılıb. Çıxarışı olmayanlar da sosial yardım ala bilir. Bu sahədə digər mübahisəli məsələ kommunal və rabitə xərcləri ilə bağlıdır. Hazırda qüvvədə olan məhdudiyyətə görə kommunal xərcləri müəyyən məbləğdən yuxarı olan ailələr ünvanlı yardım ala bilmirlər. Hazırda isə bu məsələ müzakirə edilir. Bu məsələdə sui-istifadəyə meyillilik çox böyükdür. Şikayətlərin 70%-dən görürük ki, insan kasıb, maddi imkansız olduğunu bildirir. Amma telefon danışıqlarına ayda 70-80 manat ödəyir. Biz onun gəlirini görmürük. Amma bir ailə telefon danışığına ayda 70-80 manat ödəyirsə, onu kasıb saymalıyıqmı? Məncə yox, amma araşdıracağıq. Nazir bildirib ki, kommunal xərclərdə vəziyyət fərqlidir. Çünki evi isitmə xərcləri də özünü göstərir. Sahil Babayevin sözlərinə görə, bu sahədə əhalinin xeyrinə olan əsas yeniliklərdən biri yeni proqram təminatı olacaq. Bu proqram işə düşəndən sonra vətəndaşa aid məlumatlar digər dövlət qurumlarından avtomatik götürüləcək. Nəticədə onların unutduqları, bilməyərəkdən səhv daxil etdiyi məlumatlar onlara problem yaratmayacaq. Məsələn, orada vətəndaş sahib olduğu telefon nömrələrini göstərməlidir. Bəziləri bir neçə nömrəsi olduğunu unudub daxil etmirlər. Nəticədə sistem onlara imtina verir. Bu da əlavə narahatlıq yaradır. Yeni proqramın işə düşməsindən sonra bu baş verməyəcək. İndiyədək bu sahədə az təminatlı insanlara ən böyük problem yaradan məsələlərdən biri proqrama yerləşdirilmiş cəza alqoritmi idi. Keçmiş nazir Səlim Müslümovun vaxtında tətbiq edilən həmin alqoritmə görə məlumatı səhv daxil edən və buna görə də sistem tərəfindən imtina olan şəxs ünvanlı yardım almaq üçün 3 ay sonra müraciət edə bilərdi. Nəticədə ən xırda texniki səhv ucbatından kasıb ailələr daha 3 ay yardımdan məhrum olurdu və bu haqlı narazılıqla yaradırdı. Sahil Babayev TED.az-a bildirib ki, həmin qayda ləğv edilir. Artıq texniki səhvi yol verən şəxslər də ünvanlı yardım üçün ardıcıl olaraq dəfələrlə müraciət edə bilərlər. Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Sosial şəbəkələrdə yayılan məlumata görə bir sıra siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb. Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər. Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar 20 qəpik bahalaşır. Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir. Bu yeni hazırlanan Azərbaycan Respublikasının dövlət himninin istifadə qaydaları haqqında qanun layihəsində əksini tapıb. Qanunun 8-ci maddəsinə əsasən himn başqa dildə oxuna bilməz. Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda Sokar Polmiyerin yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Qafqaz İnfonun məlumatına görə dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat verilib. İlham Əliyev müəssisəni işə salıb. Sonra dövlət başçısı zavodun kollektivi ilə görüşüb. Sonda kartilə şəkli çəkdirilib.
Biləsuvarda 11-ci sinif şagirdi babasının evində ölüb. Qafqaz İnfonun verdiyi xəbərə görə hadisə fevralın 17-si gecə saat 22 radələrində baş verib. Rayonun Xırmandallı kəndində yaşayan 2001-ci il təvəllüdlü Elxanə Hüseynzadənin dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Məhkəmə tibb ekspertizası təyin olunub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Elxanə Hüseynzadə çimmək üçün babasına məxsus evin həyətində yerləşən hamama girib və orada dəm qazından boğularaq vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Fevralın 15-də Moskvada Neolit kafesinə silahlı hücumda şübhəli bilinənlərdən biri, bloger Əlibey Mirzəxanov saxlanılıb. Qafqaz İnfonun məlumatına görə bu barədə TASS agentliyinə hüquq mühafizə orqanlarından bildirilib. Fevralın 17-sində 1994-cü il təvəllüdlü Əlibey Mirzəxanovun Moskvadakı Fleksi bulvarında yerləşən mənzilində aparılan axtarışlardan sonra o saxlanılıb deyə mənbə söyləyib. Mənbə şübhəlinin evində nəyin tapıldığına dair informasiya verməyib. Novye Delo portalı xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 2 maddəsi bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma yolu ilə edilən xuliqanlıq üzrə cinayət açılıb. Bildirilir ki, Əlibey Mirzəxanov sözgedən kafeyə 4 nəfərlə əllərində bıçaq və travmatik silahla gediblər. Fevralın 18-dən 19-una keçən gecədən başlayaraq 20-sinədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Qafqaz İnfoya daxil olan məlumata görə şimal küləyi 15-20 metr, arabir 23-25 metrədək güclənəcək. Havanın temperaturu 19-unda ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək. Gün ərzində 2 dərəcəyə yaxın isti olacaq. Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava gözlənilir. Lakin axşam bəzi şimal və şərq rayonlarında, dağlıq rayonlarda qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturu 19-unda ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.